Ve değerli izleyiciler, yeni videoda hər birini salamlaram. Bugün çox maraqlı bir videoyla qarşınızdayım. Deməli dostlar, yazırdı ki, bəs speaking bölməsinin inkişafı ilə bağlı hər hansı bir dildə inkişafı ilə bağlı nə məsləhətlər verə bilərsiniz? Mən burada 3-5-6 məsləhət verəcəm və onları inandırım sizə istifadə etsəz effektini görəcəksiniz. Əlbəttə ki, bunlardan əlavələr də var, hansı ki mən onların 99%-ni vermişəm, vermədiklərim də var içərisində. Bugün onlardan da verəcəm. Deməli, birinci əsas məsələ speaking'e əgər inkişaf etdirmək istəyirsinizsə, özünüzü aktyor kimi aparın. Bu nə deməkdir? İndi mən bunu sizə izah edeyim. Deməli, bir necə deyim, teksti götürürsünüz. Hər hansı bir videoda ola bilər. Hər hansı bir, nə bilim, YouTube'dan və ya da Google'dan bir tekst ola bilər. Siz o teksti müxtəlif emosiyalarla, müxtəlif hərəkətlərlə özünüzə çatdırmağa çalışın. Bu nəyə kömək eləyəcək? Bu ona kömək eləyəcək ki, siz rahat şəkildə hər hansı bir şeyi müxtəlif formatlarda necə deyim, özünüzə çatdıracaqsınız. Yəni bir növ özünüzü müxtəlif formatlara salacaqsınız. Məsələn, bir növ gülməli bir aktyor kimi davranacaqsınız. Bir növ qəmli bir aktyor kimi davranacaqsınız. Yəni onları müxtəlif necə deyim mən sizə, emosiyalarda, müxtəlif necə deyim, formatlarda danışacaqsınız. Yəni bu sizə kömək eləyəcək ki, dildə utanmayın. Yəni ən azından o bəzən deyirlər, mən danışan zaman utanıram və s. və s. Bu onun qarşısını almaq üçündür. İkinci əsas məsələ isə kimisə imitasiya məsələsidir. Yəni burada imitasiya nə deməkdir? Kimisə yamsılamaq məsələsidir. Mən bunu çox demişəm. Yəni yamsılamaq nədir? Məsələn, siz bir video baxırsınız, altyazılı baxırsınız, onun dediklərini təkrarlayırsınız, onun dediklərini təkrarlayırsınız. Və bu nəyə kömək edir? Bu sizin, yenə deyirəm, utanmağınızın qarşısını alacaq. Bu sizə kömək eləyəcək ki, siz artıq native formatında danışasınız və s. və s. Bu buna kömək edəcək. Həmçində ingilislə normal düşünməyə gətirib çıxaracaq. Məsələn, bir aktyor düşünün. O aktyorun məsələn deyək ki, dediklərini təkrarlayırsınız. O necə formatda ağzını əyirsə, ağzını tərpədirsə, siz o formatda deməyə çalışacaqsınız. Yəni bu sizin bir növ danışıq inkişaf etdirmənizə gətirib çıxaracaq. İkinci isə sözbəsöz öyrənmədən qaçın. Bu nə deməkdir? Çalışın ki, nə bilim, sözləri öyrənən zaman onları bir hekayə formatına gətirin. Məsələn, bunu həmişə demişəm, Da Vinci metodunun bir növ formatıdır. Bununla bağlı videolar da var internetdə. Onlar haqqında çox danışmaq istəmirəm. Çünki özüm də paylaşmışam. Deyək ki, siz 5 söz öyrənirsiniz, 10 söz öyrənirsiniz, onu danışığa gətirməlisiniz. Hə, götürün onları təkbətək cümlədə işlədin. Onun heç bir xeyri yoxdur. Çalışın ki, həmin sözləri ümumi olaraq beyinə bir növ hekayə formatında gətirin. Bu həm beyində teksti yaratmış olacaqsınız beyində, həmçində onu bir növ danışığa gətirmiş olacaqsınız və bu sizə kömək eləyəcək ki, siz rahat şəkildə, necə deyim, özünüzü inkişaf etdirəsiniz. Deməli, birinci aktyor oldu və daha sonra imitasiya eləməkdir kimsə və daha sonra isə sözbəsöz öyrənmə əvəzinə cümlə daxilində, yəni hekayə daxilində öyrənin. Dördüncü metod isə bacarınız qədər real ingilis dilinə fokuslanmaq istəyirsinizsə, bacardığınız qədər dokumentary filmlər izləyin, musiqiləri dinləyin. Yəni bunlar çox-çox vacibdir. Bu dediyim 3-5 formatı əgər istifadə eləsə çox rahat şəkildə feedback alacaqsınız özünüzə. Və növbəti isə çalışın ki, hər hansı bir ətrafınızda ingilis dili bilən bir şəxsdən hər gün 1 saat danışın.